Nə vaxtsa Çingizlə görüşümü vizuallaşdırmışdım mən Çingizlə inşallah. Yəni Çingizi tanımamışdan qabaq söhbət gedir ha. Əvvəldən çoxdan görüşmək istəyirdim həmişə. Əvvəl elə məqsəd məsələn kakmışda ilə şəkil çəkdirmək idi. İndi başqa şeylərdir. Onun kimi kəmər götürmək, onun kimi bir nəticəyə çatmaq. Əvvəl şəkil çəkdirmək isə indi başqa bir şeydir. Məqsədlər də həmişə dəyişir. Ancaq vaxt olub ki, demirsən bir dənə Çingizlə şəklim olsun. İki o Fransa rüyündədir ama işte. Yaxşı dedi, mənim də vaxtım var idi, mən bazı vaxtı belə hələ professionalda döyüşüm, 13 yaşım var idi, mən belə hamamda dururdum, belə Çingiz Ağazov adımı, familiyamı deyəndə deyirdim, mənim adımı, familiyamı eşim. Çingiz Ağazov tipadan adı, familiya yanaşmaydı bana. Belə başımda anlaydı, Çingiz Ağazov deyəndə hamı bilir kickboksda, Kitayda, Yaponiyada, Avropada hər adam ayrı üzrə familiyanın adını deyirdi, o da belə böyük belə momentdə. Mən də bazı olanda deyirdim, mənim adım, familiyam heç yanaşmıyor. Ringa çıxmaya deyirdim, mənim adım nədir deyəcək, ringa çıxanda professionaldadır. Doğru deyəndə, şükür elə, yoldan böyle roliklər görürsünüz deyirlər, непобедимый, лучший, məğlub edilməz.